uşaqlar, hər birinizi Yasamal rayon Müdərriyyət Mərkəzində salamlayıram. Mərkəzimizdə mütəmadi olaraq müxtəlif tipli tədbirlər keçirilir və qeyd edim ki, 2025-ci il ölkəmizdə konstitusiya və suverenlik ilidir və bu il çərçivəsində də bir çox tədbirlər həyata keçirilir. Bugün keçirilən tədbir isə Yasamal rayon Müdərriyyət Mərkəzinin və soyqırım həqiqətlərinin tanıdılması İctimai Birliyinin birgə təşkilatçılığı və işğaldan azad olunmuş bölgələrə qayıtmış qadınlar və uşaqlarla iş mövzusundadır. Xüsusilə qeyd edim ki, soyqırım həqiqətlərinin tanınması İctimai Birliyinin sədr müavini Müqəddəs Ayşənin Hüseynova təşəbbüsü və təşkilatçılığı ilə bu tədbir keçirilir və tədbirimizi ilk öncə Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan etmək istəyirəm. Öncə şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqə sözlə yad edək. Allah rəhmət etsin. Texniki səbəbdən tədbirimizi başlayaq, buna davam edək. Azərbaycan Respublikası Konstitusiyası ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, vətəndaşların hüquq və azadlıqlarını təmin edən ali qanunvericidir. İşğaldan azad olunmuş torpaqlara geri qayıdış prosesində həmçinin qadınların və uşaqların həyat şəraitinin bərpası, onların sosial rifahının təmin olunması məhz konstitusiya prinsipi və dövlətimizin suveren hüququ çərçivəsində həyata keçirilir. Suverenlik prinsipləri qadınları və uşaqların təhlükəsizliyinin təmin olunmasında, onların sosial-iqtisadi və mədəni hüquqlarının qorunmasında əsas meyar kimi çıxış edir. Dövlətimiz hər bir vətəndaşın, xüsusilə qayıdan qadın və uşaqların ayrı həyat şəraitinin malik olmasını təmin etmək öhdəliyini daşıyır. Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində işğaldan azad olunmuş torpaqlara böyük qayıdış prosesi artıq başlayır. Bu qayıdış təkcə torpaqlarımıza dönüş deyil, həm də xalqımızın mənəvi birliyinin, dövlətimizin qüdrətinin və milli həmrəyliyimizin tərkənəsidir. Bu prosesdə qadınların və uşaqların rolu və onlara göstərilən dəstək xüsusi önəm daşıyır. Çünki qadın ailənin dayağı, uşaqlar isə gələcəyimizin təminatıdır. Onların yeni həyata uyğunlaşması, sosial, psixoloji və iqtisadi cəhətdən dəstəklənməsi isə dövlətimizin prioritet istiqamətlərindən biridir. Dövlətimiz işğaldan azad olunmuş bölgələrdə geniş miqyaslı bərpa və quruculuq işləri aparmaqla yanaşı, qadınların məşğulluğunun artırılmasına, sahibkarlığa cəlb edilməsinə xüsusi diqqət ayırır. Bununla yanaşı uşaqlar üçün müasir məktəblərin, uşaq bağçalarının, gənclər evinin və müxtəlif mədəniyyət ocaqlarının tikilməsi onların sağlam və sağlıqlı böyüməsinə imkan verir. Qayıdış prosesi təkcə maddi deyil, həm də mənəvi bir yolculuqdur, əziz tədbir iştirakçıları. Bu yolda qadınların və uşaqların üzləşə biləcəyi sosial-psixoloji çətinliklərin aradan qaldırılması üçün həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti institutları əl elə verib birgə işləməlidir və bu işdə də qeyd edim ki, soyqırım həqiqətlərinin tanınması İctimai Birliyinin böyük rolu və səyləri vardır. Biz vətənə qayıdan hər bir qadın öz ailəsi üçün etibarlı mühit yaradacaq, hər bir uşaq isə sabahımızı daha parlaq edəcək. Onların üzündəki təbəssüm isə bizim ən böyük qələbəmiz olacaqdır. Diqqətinizə görə təşəkkür edirəm. İndi isə sözü həqiqətlərin tanıdılması İctimai Birliyinin sədr müavini Ayşən xanım Hüseynovaya verir. Hörmətli tədbir iştirakçıları, dəyərli şəhid ailəsinin üzvləri, dəyərli xanımlar, hörmətli müəllimlərimiz, hər birinizi salamlayıram. Tədbirimizdə iştirak etdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Öncəliklə bu tədbirin təşkilində bizə dəstək olan Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyinə, əməkdaşlarına, Heydər Əliyev Mərkəzinin
rəhbərliyinə və əməkdaşlarına, eyni zamanda qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün xanıma, Prezident Administrasiyasının qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdürü Tural Müəllim Əliyevə belə bir layihəni təşkil etməkdə bizə dəstək olduqları üçün sonsuz təşəkkür edirəm. İndi isə istəyirəm ki, təşkilatımızın necə yarandığı və hansı işlər gördüyü haqqında sizə qısa bir məlumat verir. Soyqırım Həqiqətləri Tanıtması İctimai Birliyi 2004-cü ildə yaratmaqda məqsədimiz ondan ibarətdir ki, bildiyiniz kimi bugünə qədər Azərbaycan xalqının başına bir neçə dəfə soyqırım hadisəsi törədildi. Bu soyqırım hadisələri 31 Mart, Başıbel cinayəti, Ağdaban cinayəti, ən önəmlisi də olan elə bildiyiniz köçkün ailəsi üzvü olaraq, bir Azərbaycanlı olaraq, bir Azərbaycanlı qızı olaraq əlimizdən gələn az da olsa dövlətimizin gördüyü işi, dövlətimizin yürüdüyü siyasətdə Cənab Ali Baş Komandanımızın işlərə biz də öz bir vətəndaş olaraq, dəstək olaraq, öz əlimizdən gələn az da olsa bir töhfəmizi verək, biz də ona dəstək olaq, yanında olaq və güc birliklərdə tək dövlətin başçısının eləməyinlə, ordumuzun etməyinlə deyil. Biz hamımız vətəndaş olaraq, gənclərimiz də onun yanında, mən eyni zamanda da təhsil ocağında da işləyirəm, mən onu həmişə tələbələrimizdə onun vətənə qarşı sevgini oyatmağa çalışırıq. Yəni, vətən bizim üçün nədir? Anadır. Vətən bizim üçün başlanğıc nədir? Həyatımızın başlanğıcı vətəndən başlayır. Ona görə də əlimizdən gəldiyi qədər çalışırıq və hər layihə götürdükcə də müxtəlif şəhid ailələrinə görüşlər təşkil edirik. Məsələn, mən bugün dünən gəlmişəm daha doğrusu. Biz layihə çərçivəsində Xocalıda olduq, Xankəndidə olduq, Xocalıda Bağlıca kəndində məskunlaşmış xanımlarımızla, uşaqlarımızla görüşdük, çox gözəl təəssüratlar aldıq onlardan. Artıq onlar 30 ildən sonra öz torpaqlarına köçüblər və orada artıq işləyirlər və artıq yeni həyata başlayıblar və çox da məmnundular, çox da sevindim. Bizim məqsədimiz oydu ki, yəni bildiyiniz kimi evdən evə köçmək çox asan bir şey deyil. Və siz fikirləşin ki, həmin insanlar bir neçə dəfə köç həyatı yaşayırlar. Və bizim də bu layihəni götürməkdə məqsədimiz odur ki, həmin xanımlara, həmin bildiyiniz kimi ata, kişi evin ağacıdır, dirəyidir, xanım və uşaqları onun budaqlarıdır. O xanımların, o uşaqların əhvalı, ruhu yüksək olmalıdır ki, həmin ailə o ocağı yandırsın və o ocaqda yeni həyata başlasınlar və gənclərimiz oralara uyğunlaşsınlar. Məqsədimiz də odur, bu layihəni bizə verdiklərinə görə də qeyri-hökumət təşkilatlarının Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirik. Bu iki layihəmiz də bundan ibarətdir və mən də çalışdığım qədər, əlimdən gəldiyi qədər şəhid ailələrinin yanında olmağa çalışıram, məcburi köçkünlərimizin yanında olmağa çalışıram və onların yeni bir həyata uyğunlaşmasında dəstək olmağa çalışırıq. Gəldiyiniz üçün, dinlədiyiniz üçün təşəkkür ederim. Təşəkkür edirəm. Bizə işlərimizdə olduğu arasındayız. Həmçin təcrübəmizdə şəhid ailəsinin nümayəndəsi, Xocalı şəhərinin təşkil köşkü və təşkilatı əməkdaşı Aydan xanım Hüseynoğlu. Hörmətli tədbir iştirakçıları, əziz uşaqlar, hər birinizi salamlayıram və tədbirimizdə iştirak etdiyiniz üçün ilk öncə təşəkkür etmək istəyirəm. Hər birimizin bildiyi kimi, Müzəffər Ali Baş Komandanımız Cənab Prezident İlham Əliyev və rəşadətli ordumuzun iştirakı sayəsində bizim uzun illər düşmən torpağı altında olan torpaqlarımız azad edildi və bu qələbədən sonra milli yüksəliş prosesimiz böyük qayıdış prosesi üzrə başladı. Bizim layihəmizin məqsədi də bu prosesə qeyri-hökumət təşkilatı olaraq öz töhfəmizi verməkdir. Buralara yenidən köçülmüş insanların adaptasiyasına, sosial inteqrasiyasına, psixoloji dəstəyə və orada yenidən həyat qurmasına yardım etməyə çalışırıq. Çünki bildiyiniz kimi bu torpaqlar sadəcə daşdan və
ailəmin, öz tariximin bir parçasından bəhs edirəm. Mən şəhid Bakir Hüseynovun nəvəsiyəm. Babam Xocalı Özgür Müdafiə Taborunun leytenantı olub. O 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə, yəni həmin mərhum Xocalı gecəsində şəhid olmuşdur. Dinc əhalinin ərazidən uzaqlaşdırılmasına kömək etmiş, son nəfəsinə qədər öz torpağını, öz xalqını qoruyaraq qəhrəmancasını döyüşmüş və burada həlak olmuşdur. O şəhiddir, amma təəssüf ki, biz hələ də onun cənazəsini tapmamışıq, itkin olaraq qeyd edirik. Ümid edirəm ki, bu torpaqlara qayıtmışıq və onun cənazəsini, ondan bir parça, ondan bir izi də burada tapa biləcəyimizi də ümid edirəm. Yəni, mən babamı heç vaxt görməmişəm, amma ətrafındakı insanların, ailəmin mənə danışdığı, onların çəkdiyi xatirələrdən kifayət edib ki, onu mənim həyatımın yol rəmzinə çevirsin. O mənim üçün mübarizə ruhudur, vətənə bağlılığın əsl canlı nümunəsidir o mənim üçün. Bugün böyük qayıdışının bir parçası olmaq sadəcə dövlət proqramına dəstək vermək deyil mənim üçün. Nəvə kimi, babama olan və babamın timsalında həmin torpaqlarda can vermiş bütün həmvətənlilərinə olan borcumu yerinə yetirməkdir. Mən özüm müəllimlik ixtisasında təhsil alıram və gələcəkdə bu torpaqlarda pedaqog kimi fəaliyyət göstərmək düşünürəm ki, gələcəyimiz olan uşaqlarla işləyə biləm. Həmin ərazilərə mənim də azacıq olsa töhfəm olsun. Bu torpaqlar bizim üçün, yəni orada sadəcə izimiz yox, həm də bizim ruhumuz qalır. Buna dönməyi mən özümə vəzifə, mənəvi məsuliyyət, nəvə kimi özümə borc bilirəm. Diqqətinizə görə təşəkkürlər. Qaydanda, məsəl üçün, onlar ürəklə istəyirlər, getmək istəsinlər, orada qalmaq istəsinlər. Mən də istəyirəm ki, hər birimiz, müəllimə olsun, sıravi insan olsun, çox yük vadiylə müəllimlərin olacaq. Çünki uşaqlarla daha çox onlar işləyir. Mən hamıdan xahiş edirəm, özümdən də xahiş edirəm. Uşaqlarımızı milli ruhdan bilmək. Çünki niyə deyim sizə, indiki uşaqlar artıq bu müharibə tutardı. İndiki uşaqlar biz böyütməliyik, biz milli ruhda böyütməliyik. Mən bunu demək istəyirəm, hər birimiz çalışır. Daşı üstünə qoymaq üçün bir əziyyət çəkəsən, zəhmət çəkəsən, özünü də möhkəm olsun, o özünü də biz yaratmalıyıq. Biz böyütməliyik. Biz möhkəm olmalıyıq, o soyqırımları unutmamalıyıq ki, onlar bizim başımıza bir də təkrar gətirilməz. Yəni, hər səhvəsində Qarabağ hadisəsi var, bu olur, indi də olacaqlar, gələcəkdə də uşaqlarımız keçməli təcrübəsi oldu, hər zaman müəllimlər də danışır uşaqlara, unudulmaz ki, indi şükür Allah'ın ki, uşaqlar, gənclər bilirlər ki, bu torpaqlar azad olur, hamı azad yaşayır, azad gelir, gözlənilməyən bir hadisələr var. Şükürlər olsun. İnşallah ki, unutmamalıyıq ki, unudulmayaq. Ona görə biz müəllim olaraq hər yerdə, hətta müəllim belə olmasa, sıravi belə bir insan olsaq da çalışmalıyıq ki, həmən hadisələr təkrarlanmasın, unudulmasın. Ki, uşaqlar bilsinlər ki, belə gözəl torpaqlarımız var bizim. Mənsub millət bizim başımıza neçə əsrlər qabaq da belə hadisələr gətiriblər. Mən də Şuşa gəliyəm, qaynanam Şuşada qalır. O da vaxtı ilə mənə söhbət edirdi ki, o ermənilər onların başına necə müsibətlər gətiriblər.
heç fikirləşmirdi, heç inana bilmirdi ki, bir daha bu hadisələr təkrarlansın. Düzdür, o görmədi, artıq o vaxtları o vəfat etmişdi. Amma yenə də görürsünüz ki, demək istədiyim odur ki, yəni ki, o mənə danışdıqlarım, baxdım, gördüm ki, həqiqətən ermənilər onu təkrarladı. Onu təkrarladı. Ona görə biz, bəli, təkrarlanmamağı üçün biz qabaqlayıcı tədbirlərimizi daim bir bugün, bir sabah yox, ömrümüzün sonuna qədər, nə qədər Azərbaycan milləti olaraq yaşayırıq, biz hər yerdə onu təbliğ etməliyik ki, bəli, ermənilər bizim mənfur düşmənimiz olub, olacaq, eləcə də qalacaq. Yəni ki, biz hərdən görürsünüz ki, yumuşaldıcı nəyəsə deyirlər ki, belədir, amma onlar heç vaxt olmayıb, olmayacaqdır. Ona görə yenə deyirəm, unutmayaq ki, unudulmayaq. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, şəhid ailələrinə səbir versin. Hər birimizi götürsək burada 1-2 şəhid ailəsi var. Ailədən şəhid nəslindən. Məsələn, mənim də 41-45-də gedib, neçə dənə babamız, satımız gedib. Amma ondan sonraki illərdə mənim babam 100 yaşında rəhmətə gedib. Ta o ölənə qədər daima rayon evində yaşayırdı. Qapıya çıxırdı, 3 mərtəbəli ev idi. Qapının kənarında otururdu. Həmişə belə yaraşıqlı 3 kişinin şəklini qoymuşdu. Həmişə onu əsası ilə deyirdi ki, onları salma, mənim yaralarım gübar bağlayır. Bağlamış yaralarımı qopartma. Anama həmişə elədir. Nənəm, anam dedi ki, uşaqlar bilsin ki, ermənilər belə mənfur millət var və onların döyüşləri zamanında da ki, babalarının üçü belə rəhmətə gedib. Onlar 12 qardaş, bir bacı olublar. Yəni ki, şablon danışıq istəmədim. Yəni ki, bəzi eşitdiyim, gördüyüm həqiqətləri danışıram. O da mənə belə gəlir ki, hamıya xoş təsir edək. Ona görə mən onları görüb böyümüşəm, yaşamışam. Sonra da qaynanamı gördüm, yoldaşımı gördüm. Onlar da o hadisələri danışırdılar ki,